Xarici ölkələrdə 100-dən artıq Azərbaycan dili məktəblərimiz var. Bu ilk növbədə mən qeyd etmək istəyirəm ki, bizim bu məktəblərə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tövsiyəsi və dəstəyi ilə bu məktəblər açılmışdı. Biz ilk olaraq Nant şəhərində Qarabağ Azərbaycan məktəbini açdıq. Bu 2018-ci ilə təsadüf eləyir. Birbaşa Mehriban xanımın tapşırığı və dəstəyi ilə bu məktəb açıldı və bundan sonra bu məktəblər artmağa başladı. Bu məktəblərin əsas məqsədi bir şəhərdə, bir bölgədə yaşayan azərbaycanlıların bir yerə yığılması, eyni zamanda azyaşlı azərbaycanlılarımızın Azərbaycan dilini unutmaması və yaxud elələri var ki, artıq dili bilmirlər. Dil yaddan çıxıb, çünki onlar artıq 3-cü nəsildir ki, orada böyüyürlər. Azərbaycan dilini öyrənirlər. Azərbaycanın mədəniyyətini, yəni burada sırf belə deyim də, dil dərsləri deyil buradakı çağıraq, ancaq Azərbaycan dilini yox. Bunlar interaktiv şəkildə keçirilən bir dərslərdir. Azərbaycan dilini öyrənməklə bərabər Azərbaycan mədəniyyətini, Azərbaycan tarixini, Azərbaycanın bugünkü dünyadakı mövqeyini, Azərbaycanda baş verən inkişafı biz onlara göstəririk.